93 yılın oktyabr ayında Azerbaycan'ın prezidenti seçti. Nərimanov rayonunda 15 iyun Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Tədbir rayon icra hakimiyyətinin və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub. Nərimanov rayon rəhbərliyinin, millət vəkilləri və ziyalıların iştirak etdiyi tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Qurtuluş gününün əhəmiyyətindən bəhs edən video çarx nümayiş olunub. Azərbaycanda demokratik, hüquqi, dünyavi devlet kurulu. Tədbirdə çıxış edən Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, 15 iyun Azərbaycan xalqı üçün böyük əhəmiyyətə malik tarixi bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa dayaq olan ulu öndər Heydər Əliyev olub. Azərbaycan xalqının tarixi şansıdır ki, ulu öndər kimi dahi şəxsiyyət Azərbaycana rəhbərlik elədi. Bu sadəcə bir tarix deyil, sadəcə bir hadisə deyil. Bu həqiqətən də bizim tariximizin dönüş nöqtəsi oldu. Və ondan sonra gələn hadisələr, iqtisadiyyatın dirçəlməsi, Böyük Qarabağ zəfəri hamısının kökündə təbii ki Heydər Əliyev siyasəti dayanır və məhz bu önəmli, bu əhəmiyyətli tarixi gün dayanır. YAP Nərimanov təşkilatının sədri Elçin Quliyev isə çıxışında Heydər Əliyevin Azərbaycan tarixində oynadığı əhəmiyyətli roldan bəhs edib. Ulu öndərin xidmətləri təbii ki əvəzsizdir. İdarə olunmaz hala düşmüş Azərbaycanı yenidən ayağa qaldırmaq, demokratik bir quruluşa çevirmək, insanları düzgün, ədalətli bir yola dəvət etmək təbii ki məhz Heydər Əliyevin xidmətləri sayəsində baş vermişdir. Tədbirdə çıxış edən millət vəkilləri və digər natiqlər ulu öndərin xalqımıza miras qoyduğu müstəqilliyin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət sayəsində daha da möhkəmləndiyini, Azərbaycanın artıq regionun gündəliyini diktə edən dövlətə, dünya güclərinin hesablaşdığı bir qüvvəyə çevrildiyini vurğulayıb. Yaşa Azərbaycan. Tədbirə bədii hissə ilə yekun vurulub.